Dostlar, salam, hər vaxtınız xeyir olsun. Bu dərsimizdə biz həftəlik volume profilin nə olduğunu və səviyyələri hansıdır, məntiqi nədir və necə çəkməlisiniz bu haqqda danışacağıq. Yəni istifadəsindən daha çox nə olduğu haqqında məlumat xarakterli bir dərs olacaq. Deməli, burada yazmışam. Ümumiyyətlə səviyyələr nədir? İndi keçib TradingView'da daha detallı baxacağıq hamısına. Hər bir ticaret həftəsi üçün, yəni yeni bir həftəyə başlayırıq. Bazar günü artıq market bağlı deyək ki, bilirsiniz ki, artıq həftənin 5 günü bazar açıq olur. Trade edə biləcəyimiz 5 trade günü var. Bazar ertəsi, yəni 1-ci gün, 2-ci gün, 3-cü gün, 4-cü gün, 5-ci gün, 5-ci gün artıq gecə gün bitəndə bazarda bağlanır, dayanır. Sonra artıq bazar ertəsinə keçən zaman yenidən market açılır və davam edir cümə günü bitənə qədər. Və həftəlik profilimiz 5 ticarət günü, yəni 5-dən 1-ci gündən 5-ci günə qədər olan ticarət günün bir həftə olaraq qeydə alırıq. Və məsələn deyək ki, mən artıq sabah 1-ci gündür, yeni həftə açılır. Yeni həftə açılanda mən əvvəlki həftənin volume profilini çıxartmaq istəyirəm. Bu zaman artıq 1-ci gündən 5-ci günə qədər olan hərəkət artıq market bağlanıbdır. Həmin hərəkətin, həmin günlərin vaxt periodunun volume profilini çıxarıb həftəlik profil deyəcəyik və previous həftəlik profil, yəni əvvəlki həftənin profili deyəcəyik. Yəni indi bu profil, bu gün öyrənəcəyimiz, bu dərsdə öyrənəcəyimiz profil previous, yəni əvvəlki, artıq başlanğıc nöqtəsi və bitmə nöqtəsi var. Artıq inkişaf eləməyən bir profildir. Başlayıb filan tarixdə, bitib filan tarixdə, həmin tarix arasında hansı səviyyələrdə, qiymət səviyyələrində nə qədər həcm icra olunub, bunu görmək üçün və səviyyələri çıxartmaq üçün biz bu profildən istifadə edəcəyik və səviyyələrin adları olacaq. Əvvəlki həftənin, yəni previous weekly value area high, belə qısaltması da bu şəkildə yazılacaq. Sonra previous weekly POC, yəni əvvəlki həftənin point of control nöqtəsi, PVPOC bu şəkildə qısaltması yazılır. Eyni məntiqlə əvvəlki həftənin value area low-da previous weekly val, PW val bu şəkildə qısaltması yazılır. Yəni bu nədir? Əvvəlki həftənin həcmin 70%lik dəyər zonasının yüksəyi, ən çox işləm görən yeri və alçaq nöqtəsi, həcm 70%lik nöqtənin dəyər zonasının. Və yeni ticarət həftəsinin əvvəlində əvvəlki həftənin bazar açılışından cümə günü saat 17, indi bunlara girəcəm, danışacağım bu vaxtda. Bağlanışına qədər olan dövr həcm profili üçün çəkilir. Bu səviyyələri qeyd edirik və bu səviyyələri cari həftə, yəni önümüzə gələn həftə, inkişafda olan həftədə trade edərkən bu əvvəlki həftənin dəyər zonalarından biz referans kimi istifadə edəcəyik. Yəni özümə zona çıxartmaq istəyəndə, confluence tapmaq istəyəndə bu zonalara müraciət eləyəcəyik. Bunlar bizim yuxarı zaman çərçivəsi, yəni higher time frame çərçivəmiz və səviyyələrimizdir. İndi isə keçək TradingView üzərindən baxaq. Görək nədir bu? Bunu çəkmişəm, bunu sileyim. Sıfırdan başlayaq. Gəlin ilk öncə mən auction market teorisində zaten volume profilin yaranma məntiqini izah eləmişəm. Sadəcə olaraq təkrar olaraq başa düşməyənlər varsa, təkrar xarakterli bir dəfə də izah edeyim sadə şəkildə məntiqi necə yaranır. Yəni həcm profili nədir? Deyək ki, qiymət bir yerdən bir yerə hərəkət edir, düzdür, qrafiklər. Və hər bir qiymət səviyyəsində bunlar hamısı bir qiymət səviyyəsi. Sağ paneldə görürsünüz, məsələn bu hissədə bunlar qiymət səviyyəsi, bu da qrafikdir. Hər bir qiymət səviyyəsində burada qiymət hərəkət edir, qrafiklər. Və buradakı qiymətlərdə məsələn gəlir neçə min, neçəyə gəlir. Burada işləm görür, yəni həcm icra olunur. Alış həcmi, satış həcmi fərqi yoxdur. Əsas ki, həcm icra olunur bu səviyyələrdə. Bu səviyyələrdə icra olunan həcmi bizə həcm profili göstərir. Məsələn, qiymət buradan başladı, getdi bura, düşdü aşağı, getdi yuxarı, düşdü aşağı, təzədən yuxarı qalxdı. Bu hərəkətin profilini çıxartmaq istəsək təqrib olaraq deyək ki, belə bir hərəkət oldu. Yəni bu vaxt aralığındakı bu hərəkətin
həcm profili. Yəni hansı qiymət səviyyəsində filan qədər həcm oldu, hansı qiymət səviyyəsində bu qədər həcm oldu, bu qədər həcm oldu diaqram şəklində bizə göstərir profil. Və hansı səviyyələrdə qiymətin az dayandığını, az həcm gördüyünü, hansı səviyyələrdə daha çox həcm gördüyünü biz həcm profili sayəsində görə bilirik. Yəni artıq məncə həcm profilinin yaranma məntiqini anladınız, anlamadınızsa Auction Market Teorisi dərsinə qayıdıb bu məntiqlə izləməyə çalışın dərsi. İndi isə keçək bugünkü mövzumuza. Deməli, trade həftəsində 5 dənə trade günümüz var. Bizim 5 trade günümüz var. Bazar ertəsindən başlayır, cümə günü bitənə qədər davam eləyir. Həmişə diqqət edin ki, həcm saatımız burada Trading View'da burada New York seçili olsun. Çünki deyəcəyim saatlar hamısı New York saatına uyğun olacaq. Bazar açılır nə vaxt? Bazar Amerika vaxtı ilə bazar günü açılır market. Bazar günü açılır market və cümə günü bitənə qədər davam edir. Və bir həftə adlandırdığımız vaxt aralığı bir həftə deyək ki, həftə və yaxud da weekly. Bir həftə dediyimiz vaxt, məsələn, Monday, Sunday, yəni ikinci gün, üçüncü gün, dördüncü gün, beşinci gün. 5 dənə gün bizə bir dənə həftəni vaxt aralığını verir. 6 bazar birisi market bağlıdır, az öncə dediyim kimi. Və biz həftənin ən başından ən sonuna qədər bitmiş həftədən söhbət gedir. Yəni artıq deyək ki, mən rəngi dəyişim. Deməli, belə rəngi dəyişək. Bu deyək ki, oldu, bitdi, həftə bağlandı market. Mən öncə 6 bazardayım da, 6 bazar gözləyirəm. Bunda rəngi olsun qırmızı zona. Deyək ki, bir həftə yekunlaşdı, 5 gün. Sonra 6 bazar başladı. Bura 6 bazarda 2 gün. Şənbə, bazar. Mən artıq əvvəlki həftəmin profil zonlarını çıxartmalıyam ki, bu dəyər zonası, valva və PO'sunu çıxartmalıyam ki, önümüzə gələn yeni həftədə bağlayayım, yeni həftəni çəkim. Önümüzə gələn yeni həftədə artıq mən bu zonlardan istifadə eləyə bilim. Yeni həftənin rəngi də olsun, nə olsun? Yaşlı olsun ya da narıncı olsun. Deyək ki, baxın, birinci gün, ikinci gün, üçüncü gün, dördüncü gün, beşinci gün bitdi, bağlandı market. Mən bunun ən baş nöqtəsindən bu birinci gündən ta ki 5-ci günə qədər olan həcm profilini çıxardıram, dəyər zonlarını çıxardıram, uzadıram. Yeni həftə artıq gün açıldı. Birinci gün açıldı, ikinci gün açıldı. Bu günlər ərzində mən əvvəlki həftənin valın, vahın və POS'in zona olaraq baxacam, istifadə edəcəm. Yəni bu həftə gəlib həmin zonlardan reaksiya alanda mən onu trade fürsətləri üçün dəyərləndirəcəm. İndi isə gəlin praktik olaraq baxaq. Arxa plandakı məntiqi anladıqsa keçək, baxaq bunlara. Bunu təmizləyim. Baxın. Hazırda ayın burada 31'i görürsünüz. Ayın 31'i saat 16:59'da dayanıb market. Hazır market dayanıbdı. Azərbaycan saatı ilə də gecə saat 2'ye işləyib 13 dəqiqə. Azərbaycan saatı ilə 2 olanda Amerika saatı ilə də 18:00 olacaq və yeni gün açılacaq. Futures marketində, futures bazarında CME-də məsələn 17'ye çatanda market bağlanır, Amerika saatından söhbət edir. 17 olmamış 16:59'da market bağlanır. Closed. Və ortada 1 saatlıq bir dayanma müddəti olur, heç bir şey hərəkət eləmir. 18:00 olan kimi də 18:00 olan kimi də yeni gün açılır artıq. Deyək ki, bugün birinci gün idi, bitdi. Daha doğrusu ikinci gün idi, bitdi.
düzdür. Baxım, günləri yadımdan çıxartdım. İkinci günüymüş bugün. Həftənin ikinci günü bitdi. Və burada 18:00-da artıq 3-cü gün başlayır. Yəni çərşənbə günü başlayacaq. Qrafik başlayacaq hərəkət eləməyə. Hara kimi hərəkət edəcək? Çərşənbə günü də həmin günün 17:00-na qədər davam edəcək Amerika saatı ilə. Sonra 1 saatlıq ara veriləcək və 18:00-da 4-cü gün, həftənin 4-cü günü artıq açılacaq. Yəni saatlar bu şəkildədir. 17:00-dan daha doğrusu 18:00-da başlayır, 17:00 kimi davam edir və dayanır market, gün bitir, ortada 1 saat boş qalır, sonra təkrardan 18:00-da açılır. Və indi əvvəlki həftəni çıxaraq, məsələn, bugün hazırda yeni həftənin 2 günü bitib. Yeni həftənin 2 günü bitib. Mən əvvəlki həftənin bazar ertəsindən cümə gününə olan vaxtı şey eləmək istəyirəm də, çəkmək istəyirəm. Qayıdıram geriyə. Geri qayıdarkən bundan çıxım. Geri qayıdarkən istifadə edə biləcəyiniz indikator var. Burada baxın. FXN Weekend Day Spec bax burada separator. Bu indikatoru yazın bu şəkildə adın. Əlavə eləyin. Qalsın ekranınızda. Əlavə edin qalsın ekranınızda. Baxın. Həftənin başlanğıclarını, ayarları bu şəkildə eləyin məndəki kimi. Baxın, hər şey bu şəkildə eləyin. Style'a baxın, hamısı rənglərin bu şəkildədir. Bir də özünüz manualı çəkməyin də həftənin günlərini və s. başlanğıc nöqtəsini. Belə, indikatoru etdikdən sonra Save as Default deyirsiniz ki, ayarlar itməsin sonra. Baxın, bu həftə görürük ki, Monday olub Tuesday, yəni həftənin 2 günü yekunlaşıbdır, yeni həftədən söhbət edir, indi olduğumuz həftədən. Mən amma weekly profili indi olduğumuz həftəni çəkmirəm. Həmişə bir əvvəlki həftənin ən son hansı həftədirsə bağlanın, olmuş bitmiş həftə. Onun başlanğıcından 18:00-dan ta indiyə qədər olan həftəyə çəkirəm. Yəni keçən həftənin 5-ci günü bitənə qədər. O aralığa kimi nə ilə çəkirəm? Burada baxın FRVP Fixed Range Volume Profile aləti ilə çəkirəm. Niyə? Çünki olmuş bitmiş həftəni mən çıxartmaq istəyirəm. Davam edən həftəni istəmirəm. Gəlin isə başlayaq. Gəlirik bu indikatoru əlavə etdikdən sonra görürsünüz ki, keçən həftənin başlanğıc tarixidir. 18:00-dan baxın Amerika saatında bazar gününə düşür. Ona görə Sunday yazılır aşağıda. Bazar günündən başlayır. Kiçik bir hissədən sonra keçir şeyə. 00:00-dan sonra keçir şeyə, Monday-yə. Yəni bir bazar ertəsinə. Başlayırıq. Nəsə bunlara çox da fikir verməyin. İndikator göstərir zaten. Buradan baxın. 18:00-dan ekrana bir dəfə klikləyirəm. Əlimi çəkirəm. Sonra sürüşdürürəm ekranı yavaş-yavaş həftənin bitəcəyini. Həftənin bitəcəyi hardadır? İndikator indi mənə onu göstərəcək. Sarı xətt çıxacaq indi ekranda. Gedirəm. Tak. Çatdım artıq həftənin bitəcəyini. Baxın 16:59. 16:59-da market bağlayıb 18:00-da yeni həftə başlayır. Mən 16:59-a kimi gələcəm və ekrana bir dəfə klikləyən kimi artıq indikatorum zonaları çıxaracaq. Və gördüyünüz kimi həftənin başından indiyə qədər olan aralığı çəkir. Buradan yoxlayırıq. Extend right bağlı olmalıdır. Açıq olsa cari həftəndə o 2 günü, son 2 gündə götürəcək. Biz onu istəmirik. Bunu bağlayırıq ki, sadəcə ötən həftənin olmuş bitmiş başlanğıcından sonuna qədər olan həcmini görə bilək. Və artıq biz ötən həftənin həcm profilini biz burada təyin etdik. İndi isə bunu yeni həftəmiz üçün zon olaraq çıxaracağıq. Əvvəlki həftənin də yenə volume profile, bütün volume profillərdə məntiq eynidir. Volume profili var, tək bir volume profili var. Volume profilin ən yüksək nöqtəsi var, ən aşağı nöqtəsi var
və 70% həcmin icra olunduğu dəyər zonası value areası var və value area high var. Ən çox işləm görən hissəsi VPOC var, yəni volume POC, volume point of control var və 70%lik hissənin ən alt hissəsində xətti val adlanır, yəni value area low. Dəyər zonasının dib nöqtəsi, alçaq nöqtəsi. Və bunları biz özümüz çəkmirik. Bunlar zaten alətimiz özü avtomatik olaraq çəkir, göstərir bizə. Və bunu həmişə mütləq şəkildə 1 dəqiqəlikdə təyin edirik. Yəni bütün volume profillərimizi biz 1 dəqiqəlik zaman intervalında çıxaracağıq ki, xətalı səviyyələrimiz olmasın. Və bunu çıxartdıqdan sonra artıq görürük ki, VAH buradadır, VPOC buradadır, VAL da buradadır. Və tam adı nədir? Tam adı az öncə slaytda göstərdiyim kimi Previous Weekly, VAH, Previous Weekly, POC, Previous Weekly, VAL. İndi isə bunu gəlin zonalaşdıraq. Zonalaşdırmaq üçün baxın üstdən ikinci hissəyə keçid edirik. Bunun yanındakı xırda oxa klikləyirəm bir dəfə. Açılır. Burada horizontal ray. Bax bu aləti ulduzlu deyilsə ulduzluyursunuz. Sonra seçirsiniz. Seçəndən sonra gəlirəm baxın həftəmizin ötən həftəmizin VAH bölgəsinə gəlirəm, o səviyyəsinə. Baxın eyni səviyyəyə çatıram. Ekrana bir dəfə klikləyirəm. Klikləyirəm, xətt atdı, görürsüz? Xətt atdı, burada 2 yazıla bilər sizdə nədirsə artıq. Bunu 1 eləyin ən yaxşısı. Sonra bunun rəngini məsələn özəlləşdirə bilərsiniz istədiyiniz kimi. Əvvəlki həftənin rəngi olsun məsələn belə bir şey. Məsələn bu tünd rəngdə bir boz olsun deyək ki. Bunu atdınız belə bu şəkildə. Sonra üstünə 2 dəfə klikləyirsiniz. Açılır bu hissə. Bu hissə açılandan sonra indi adın yazaq da bilək ki, bu səviyyə hansı səviyyədir ekranımızda. Məsələn nədir? Previous Weekly VAH Value Area High. Previous Weekly Value Area High PVAH. Görürsünüz? Sonra aşağıda bu hissələrə diqqət edin. Ortada olsun, yüksəkdə olsun. Mən bu şəkildə ortada xoşlayıram. Bu həmişə left yox, sol tərəfdə yox, sağ tərəfdə olsun. Right-ə basın ki, görəsiniz ekranda. Bu hərfin rəngini də dəyişib eyni rəngdə də saxlaya bilərsiniz, yaxud sarı eləyə bilərsiniz. Gözünüzdə hansı xoşsa, sizi yormursa, o şəkildə eləyə bilərsiniz. Məsələn, bunu belə bir biraz ağ fason boz eləyə bilərik. Bunu etdikdən sonra bunu kopyalayırsınız, adını kopyalayandan sonra hərfləri gəlirəm template bölməsinə save as deyirəm. Save as deyəndən sonra mən həmin xəttin adını yaddaşa verəm ki, hər dəfə bir də buna PVAH yazmayayım da. Xətti atacağım, sonra templatedən seçəcəm ki, bu Previous Weekly High-dır. Bunu save deyəndən sonra artıq yaddaşda qalır. Məsələn, mən bunu deyək ki, növbəti həftə təzədən çəkmək istəyəndə deyək ki, indiki həftəmiz qurtarır. Bazar günüdür, mən olmuş həftənin profilini çıxardanda təkrardan gəlib həmin aləti, baxın, horizontal ray düşdü favorilərimizdə. Bunu gəlib burada seçəndə, həmin səviyyəyə gəlib seçəndə, baxın, attım xətti heç nə yoxdur da. Xətti atandan sonra burada belə bir şey çıxır, baxın. Xətti atandan sonra gəlirəm bu hissəyə, template bölməsinə, ekran çıxacaq bu. Template bölməsinə bir dəfə üstünə basıram və yaddaşa verdiyim Previous Weekly VAH yazı bura çıxır template. Üstünə basıram, artıq öz avtomatik bura çəkir ki, Previous Weekly High. Hər dəfə yazmağıma ehtiyacı yoxdur. Daha sonra eyni məntiqlə Previous Weekly POC-umuz var da bizim VPOC. Onu da çəkirik eyni məntiqlə. Gəlirəm həmin qiymət səviyyəsinə, ekrana bir dəfə klikləyirəm, xətti uzadır sağa doğru. Gəlirəm ayarlarına, buradan yazıram ki, baxaq görək slaytda nə idi onun adı? Slaytımızda nə idi onun adı? Baxın. PVPOC. Qaydıram oraya, yazıram adını. Previous Weekly POC Point of Control'umuz. Bunu da yeni kopyalayıram. Bunu da yaddaşa vermək istəyirəm. Gəlirəm, Save As deyirəm. Baxın, yapışdıram adını bura. Save deyirəm. Sardı getdi. Artıq bu da template'lərim arasında oldu. Daha sonra gəlirəm Previous Weekly VAL-da çəkirəm. Yenə eyni şəkildə seçirəm alətimi. Gəlirəm o qiymət səviyyəsindən. Atıram ekran xətti. Sonra ayarlarını daxil oluram. Burada nə yazıram? Burada yazıram Previous Weekly VAL. Bunu yazandan sonra artıq
zonalarımı tamamilə çıxartmış olacağam. Previous weekly value array low. Val. Qısacası belədir. Bunu da yenə kopyalıyorum. Eyni qaydada Ctrl C deyirəm. Bunu yaddaşa vermək üçün save as deyirəm. Yapışdıram bura. Bunu təkrardan save deyirəm. Qutardı getdi. Və artıq hər dəfə xətti atandan sonra mənim artıq xəttin üstünə basanda, Liboy xəttin üstünə basanda templatelərim burada olacaq mənim. Yaddaşa verdiklərim. İstəsəm, baxın, dəyişə bilirəm hamısını. Gəlim üstünə POC-ni dəyişib vah yazdım. Ta ki, səhvən vah yazdım bura. Təzədən template gəlirəm. POC deyirəm, qayıdır, POC olur. Belə, artıq həftəlik əvvəlki həftənin səviyyələrini çıxartdığımız üçün bu həftə bitənə qədər indi birinci gün oldu, ikinci gün oldu, bağlandı. Üçüncü gün, dördüncü gün, beşinci gün bitənə qədər bu səviyyələrim ekranda qalacaq. Ta ki, bu həftə, indi olduğumuz həftə 2 gün gedib də, digər 3 gündə bitəndən sonra artıq bu səviyyələri siləcəm. İndi olduğumuz həftə bitdiyinə görə onun profilini çıxardacağam. Növbəti həftə o səviyyələri izləyəcəm. Görək qiymət oralara necə reaksiya verir. Belə uşaqlar, yəni volume profildə səviyyələri bu şəkildə çıxardırıq. Çıxartdıqdan sonra istəsəz bu profili silə də bilərsiniz, yaxud da qalar ekranınızda bu az həcmli zonaları görmənizdə kömək eləyər, şerfləri və s. Həftəlik profildə də, ötən həftənin profilində də görə bilərsiniz, haralar maraqlı olubdur, qiymətə haralar az həcmli və maraqsız zonalar olubdur. Belə, bugünkü dərsimiz uşaqlar bu şəkildədir. Ümid edirəm ki, hər kəs nə demək istədiyimi, izah etmək istədiyimi anladı. Bu dərsdə dediyim kimi, sadəcə əvvəlki həftənin volume profilinin məntiqini necə çəkirik, harda istifadə edəcəyimizi izah etmək idi. Bundan sonra gün içindəki seans profillərimiz olacaq. Günün içində böləcəyi saatları, hansı seanslar hansı olacaq, hansı seanslar aralıqlarında hansı profili çəkəcəyik. Daha sonra da bunların üçünü də konferens kimi necə istifadə edə bilərik, bunun dərsi gələcək.